Tezliklə həyatlarını müsbətə doğru əbədi dəyişəcək bürclər arasında adətən enerji və fürsət axını daha güclü olanlar yer alır. Bu dəyişikliklər şəxsi inkişaf, karyera, pul və sevgi sahələrində özünü göstərə bilər. Hazırki astroloji təsirlər və ulduz düzülüşünə görə bu bürclər belədir. Qoç, yeni imkanlar və sürətli irəliləyiş, özünü reallaşdırmaq üçün şanslı dövr. Şir, karyera və ictimai statusda yüksəliş, yaradıcılıq və liderlik qabiliyyətləri diqqət çəkir. Oğlaq, uzunmüddətli planlarda nəticə görünür. Həyatın strukturlaşması və sabit uğurlar. Dolça, yeni tanışlıqlar, sosial çevrədə uğurlar, fərdi ideyalar həyata keçir. Balıq, şəxsi inkişaf və emosional harmoniya ilə bağlı həyat keyfiyyətində böyük dəyişiklik. Bu bürclər yaxın zamanda qarşılarına çıxan fürsətləri düzgün yönləndirsələr, həyatlarında uzunmüddətli müsbət dönüşlər yaşaya bilərlər.